Salam, hörmətli izləyicilər, xoş gördük sizləri Quşlar TV kanalında. Əziz izləyicilər, bugün istərdim sizə hündüşkalarda ayaq getməsi, yəni qarnın ağrımayıb su getməsi, belə hallar olanda hansı dərmanları vermək lazımdır, yəni ayaq işləməsi olanda. Çünki bir neçə abunəçim bu haqda yazırdı. İstədim belə bir video çəkəm, paylaşam. Mövzumuza keçməmişdən öncə əziz izləyicilər, artıq dərəcədə sizdən xahiş edərdim ki, əgər kanalımıza abunə deyilsinizsə abunə olun, videolarımıza da like qoyun. Artıq dərəcədə sizdən xahiş edərdim. Belə, əziz izləyicilər, indi keçəyim mövzumuza. Deməli, əziz izləyicilər, hündüşkalarda bu ayaq getmə olursa, yəni qarınları ağrıyırsa, onlara hansı dərmanı vermək lazımdır? Bu ayaq getmə xüsusən balaca hündüşkalarda olur. Təbii ki, böyük hündüşkalarda da ola bilər. İndi deyəcəm hansı dərmanları vermək lazımdır. Deməli, əziz izləyicilər, bu hündüşkalarda əgər ayaqları gedirsə, yəni qarınları ağrıyırsa, onlara belə deyim, ilk öncə yumurta verin. Yəni yumurta hündüşkanın və digər ümumiyyətlə ev quşlarının ayağını yaxşı yığır. Yəni yumurta bilirsiniz ki, elə insanda da üzr istəyirəm, yəni qarın zad ağrıyanda yumurta yeyirlər. Yəni yumurta düzdür, çox vermək lazım deyil. Hardasa misal üçün başlayıblarsa, hündüşkanın təbii ki sayına baxır. 10 dənə, 15 dənə hündüşkadırsa, onlara böyüklüyünə, yekəliyinə 3-4 dənə belə hazırlayın, soğutma pişirin bərk və qabaqlarına tökün verin. Sularına isə əziz izləyicilər tetraskilin dərmanını, yəni tabletkasını götürürsünüz 1 litr suya. Elə əgər möhkəm gedirsə, belə deyim, tetraskilinin yəni hardasa 5-ni, 6-sını belə əzib, toz halına salıb, qatıb verə bilərsiniz. Yəni suda həll eləyib. Yox, belə ortababdırsa, yəni bəzilərində gedir, bəzilərində yox, onda 1 litrə 3-4 dənə qatıb verə bilərsiniz. Yəni tetraskilin qarın ağrısına yaxşı kömək olur. Ondan sonra əziz izləyicilər, belə deyim, oksitetraskilin də sarı dərman baytarlıqda satılır. Bundan da alıb sularına qatıb verə bilərsiniz. İndi baytara deyəndə özü sizə başa salacaqdır. Misal üçün 1 litr suya yarım çay qaşığı zad töküb verirsiniz. Bu da hündüşkaların belə deyim, ayağının yığmağına, yəni o ayağının getməyinə yaxşı təsir edir. Əziz izləyicilər, əgər hündüşkalar böyükdürsə, 2 ayını, 3 ayını keçmiş hündüşkalarsa və bunlarda belə şey varsa, onda siz bir dənə tabletkanı, yəni tetraskilin tabletkasını uduzdura bilərsiniz. Və yaxud bir dənə də, məsələn 2 aylıqdırsa, para oksitetraskilini uduzdura bilərsiniz. Böyükdürsə, 3 ayını keçmişdirsə, ona isə bütün, belə deyərdim, tetraskilini uduzdura bilərsiniz. Yəni, o da qarın ağrısına da yaxşı təsir edir. Ondan sonra əziz izləyicilər, ola bilsin hündüşkalarda soyuqlama zat var. Ramaşka, yəni çoban yastığı otunu, gülünü daha doğrusu götürüb, qaynadıb hündüşkalığa verirsiniz. Bax, bu çox yaxşıdır. Yəni, həm ayağını yığır, həm də soyuq dəyməsinin zadın qabağını alır. Ondan sonra biraz da kartoşka soğutma pişirib, belə sürkəşdən keçirdib qabaqlarına tökə bilərsiniz. Kartoşka da bu ayaq getmənin zadın qabağını alır. Yəni, böyük hündüşkalarda, balaca hündüşkalarda bunu versəz, belə deyim, yaxşı olacaqdır. Yəni, ayaq getmənin zadın qarşısını alır. Yəni, bir dərmanlar, tabletkalar, oksitetraskilin, trimerazin sularına da qata bilərsiniz, belə uduzdura da bilərsiniz. Təbii ki, yekədirsə, ondan sonra yumurta, çoban yastığı gülü, bir də kartof. Bax, belə qarınlarının ağrısını kəsə bilərsiniz. Ümumiyyətlə, yerini isti eləyəndə, bir də yeminə fikir verəndə belə şeylər, xəstəliklər yəni baş vermir. Da hündüşkada, toyuqda, cücədə.
Belə, bu qədər. Hər kəsə təşəkkürlər əziz izləyicilər. Kanalımıza yenə də abunə olun, videolarımıza like qoyun. Biri-birindən gözəl, faydalı videolar gəlir. İnşallah bir aydan sonra da gözəl dağ yerində çəkilişlərimiz olacaqdır. Həm kənd heyvanları kanalında, həm burada, həm böyük buynuzlu heyvanlar haqda, həm də belə quşlar haqda olacaqdır. Sağ olun, salamat qalın əziz izləyicilər.